Üzümdə yeni qonaqlarım var. Çoxunluq təşkil edirlər. Bu üzü valla concealer yox, boya badana belə gəlsə bağlamaz. Mən də bağlamağı düşünmürəm çox. Əslində qalsa mənə qəribə gəlir pirişiklərin kompleks edilməyi. Çünki yəni dəridir də, neyə bilərəm dərimə yəni. Düşünürəm ki, insanların üzündə sızanaq çıxması qədər normal ikinci bir şey yoxdur da, yəni özellikle tələbələrin. Çünki az yuxu yatırıq, çox işləyirik, stres altındayıq. 20'li yaşlar onsuz da stresli bir yaşlardır. Varoluşsal bir sorun yaşayırsan, teenagerlar kimi düşmüsən ortalığa ki, zaten bu arada mən həqiqətən şey fikirləşirəm. Yəni 20'li yaşlar da öncə ergənlikdir bu arada. Yəni. Ergənlik niyə bir söyüş kimi takılınır şu an? Məsələn, videoların altına şey yazır bəzi oğlanlar, ergənsən, get böyü. Böyürəm də, anavın qarnından 50 yaşında doğumsan, qaqa. Böyümənin bir parçasıdır və biz hamımız ergənik, bəli. Normaldır deyə düşünürəm. Göz altını çöküb üzüm bu qədər sivilcə basmağa. Əlbəttə ki, dədəvizin Porsche'si yoxdursa. Alışveriş eləməliyəm dostlar, hər şeyimi qutarıb. Paltarım yox deyə geyinməyə. Anam bu videonu görsə infarkt keçirdilər ki, ya bala, o paltar deyil bəs onlar. Deyil mama. Deyil, onları geyindim aslında. Onların son kullanma tarihi tükendi, bitti. Geyindim mən onları. Qızları görürəm, həqiqətən o qədər belə həyatı özlərinin zindanı eləyirlər ki, üzü səpəndə. Yəni nə var yəni burada? Üstü də hormonal bir şeydir, yəni stresə falan bağlıdır. Bəlkə qidalanmağa. Məsələn, mənim kimi zibil kimi qidalanırsınızsa, gündə 3 öğün çöldə yeyirsinizsə, və üzünüzün səpəyindən daha normal ikinci şey yoxdur. Gic-gic gözəllik şeylərinə takılmayın. Gözəllik anlayışı fərdlərə görə dəyişir. Ümumi bir gözəllik algısı çox mənasızdır. Hem paletinə baxın, 2 dənə rəngi yeyirəm sadəcə. 2 dənə rəngi sevirəm burada. Bütün rənglər qəşəngdir. Məsələn, bu rəngi mən hara çəkə bilərəm? Məsələn, mənə makyajda yaxşı olan qızlar bir dənə deyə bilərəm. Mən bu rəngi, bunu, yəni hara çəkə bilərəm şunu falan yəni. Hə, bunun bir nəbzədə yəni. Bugün bir dənə önəminə baxın. Həqiqətən makyajı çox fərqli bir boyuta daşıyır da. Bir Kalokvumdan 10 almışam. Digərinin cavabı çıxmayıb, amma 6 falan gözləyirəm də o dərəcədə bərbat yazmışam. Digərindən də 10 almışam. İnşallah bu da 10 olar. Çünki bu qızın bu sesli əlatılığa ehtiyacı var. Hələlik. Mənə uğurlar arzulamaq unutma çünki ehtiyacım olacaq.